Hoş gördüm her birinizi. Mərdəkandan hər birinizə salamlar, dəyərli izləyicilərimiz. 7 sotda sizlər üçün maraqlı bir ev təqdim eləyəcəm. Ağ evin yaxınlığında daimi yaşaya biləcəyiniz bir yerdədir. 250 kvadrat evdir. Bayaqdan evi gəzmişəm, o qədər yorulmuşam. İnşallah bu yorulmağın qarşısında sizlərin like'larını gözləyirəm. Zəhmət olmasa kameramız həyətin girişini çəksin, maşın saxlaya biləcəyiniz bir yeri. O ağ evin yaxınlığı deyirik ya. Bu ağ evlə demək olar ki, qonşudur. Gəl. Şəxsi tikili deyirdiniz. Gəlin bu da sizlərə şəxsi tikili. Gördüyünüz kimi 3 pilləkənlə qalxırıq. Burada axıran yeri. Güllər açıb. O deyir gül bu vaxt açanda nəyəsə deyir fəsilləri səhv salır. Nə olur bax gül açıb. Burada bilmirəm açıqdır ya bağlıdır. Artıq əşyalar yığıblar. Axıran yeri. Burada həyətin sanitar qovşağı. Evin ətrafına tam dövr eləmək mümkündür. Gəlin indi keçək. Sizlərə evin daxili ilə də tanış eləyim. Amma ondan öncə sizlərə hovuzun uzunluğunu demək istəyirdim. 10 metr uzunluğunda, 4 metr enində, 1,60 dərinliyində yarım daşma tipli hovuzu, 10 tonluq su ambarı, ehtiyat igidin yaraşığıdır. O demək deyil ki, Mərdəkanda su yoxdur. Daimi suyu var evin, qazı var, işığı var. Sadəcə olaraq ehtiyata qoyulub. Burada mangalı, burada da besetkasıdır. Gedək onu sizlərə içəri tərəfdə göstərim. Ya Allah. Evin daxilində görüşərik inşallah. Daxil olduq evimizə. Gəlin bu gözəlliyi bir yerdə gəzək. 4 metr hündürlüyündə tavandır. Zal, evə daxil olan kimi zalı. Zaldan həyət görüntüsü. Pərdələri açmayacağım çünki nə olub? Yorulmuşam. Like'larınızı bol eləyim. Bu birinci evin terası. Mətbəxi, yanında kombi yeri. Gəl kombisini də göstər. Bax, burada kombiləri var və sanitar qovşağı var. Əla. Bunu da bayırdan göstərmişdim sizlərə. Buranın görüntüsü qəşəngdir. Ev özü də qəşəngdir. Qardaş, maşallah, maşallah. Allah hər birimizə belə, bax, bundan da yaxşı evlərdə yaşamağı qismət eləsin. Ev yəni böyükdür, gəz-gəz bitmir. Gəl, burada bax, bir yataq otağı. Evdə ümumilikdə 4 yataq otağı var. 3 dənə də sanitar qovşağı var. Onu da o tərəfdəkində saysaq 4 dənə sanitar qovşağı var. Bu ümumi sanitar qovşağı. Burada ikinci yataq otağı və ikinci mətbəx də var. Gəlin bura. Bax, ikinci mətbəxi də göstərim sizlərə. Bu da ikinci mətbəxi. Hətta koridorda da kondisioneri qoyulub. Burada da çamaşırxanası. Ev maşallah çox gözəldir. Yəni bu evdə heç bir şey alıb gətirməyə ehtiyac yoxdur. Wi-Fi sistemi, kamera sistemi, yaşayış olmuş evdir. Yəni qəşəng də evdir maşallah. İnşallah sizə də qismət olar. Siz də belə gözəl evlərdə yaşayarsınız. Bu da bir yataq otağıdır və sanitar qovşağı və orada dolab otağı. Bax, elə belə bir dənə, gəl ya da o bir otaqdan açacam bir dənə pərdəni, görək o yataq otaqlarının pərdələri hara baxır. Ona bir dənə baxaq. Hamısı həyətə baxır, elə mənə də maraqlıdır. Burada yenə də bir yataq otağı, özünün sanitar qovşağı və dolab otağı. Burası bir pərdəni açmaq istəyirəm. Nə gözəldir. Bax, hər səhər burada oyandığınızı düşünün. Yaşıllıq. Əla. Allah xeyir versin, ay Allah. Sən mənim millətimin hamısına gözəl evlərdə yaşamağa nəsib elə. İçimiz qarışıq. Amin. Dəyərli izləyicilərimiz, videonun əvvəlində dedim 610 min manat. Sonunda da deyirəm 610 min manat. Allah canınızı sağ, ömrünüzü uzun eləsin.
İnşallah yeni videolarımda görüşmək ümidiyle. Ola bilər ki biraz lənk danışaram, belə şey olar. O da yorğunçuluqdandır, üzürlü sayın. İnşallah like'larınızı gözləyirəm. Sağ olun, görüşmək ümidiyle.